Ölkəmizdə bu son dönemlerde baş verən hadisələr təbii ki, hər bir Azərbaycanlını düşündürdüyü kimi bizi də düşündürür. Bir gün Adnan Əhmədzadənin gördüyü işlər, bir gün Ramiz Mehdiyevin törətdiyi əməllər və bir gün də yenidən şəhərlərimizdən birində icra hakimlərindən birinin həbs olunması. Bunların hamısını yığıram bir yerə və fikrimi bu cür izah eləmək istəyirəm. Allahümmə əşğiləz zaliminə biz zalimin. Allah zalimları bir-biri ilə məşğul eləsin. Bizim duamız budur. Və duamızın davamı bundan ibarətdir ki, və əxricnə min beynihim salimin. Allah bu çaxnaşmalı dönemlərdə, bu zalimlərin bir-birini qırdığı dönemdə xalqımızı, millətimizi, insanlarımızı bu fitnələrdən, bu çətin dönemlərdən inşallah salim, sağ salim çıxarsın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.